Allah Məfurana sizə səbir versin. Ruhu şad olsun. Bugün qəhrəman şəhidimiz Ümidin anım günüdür. Biz də belə bir gündə sizin yanınızda olmaq istədik. Dərdlərinizə şərikik. Biz nə qədər də yansaq, yəni sizin qədər yana bilmərik. Ananın çəkdiyi dərd bir başqadır. Amma yenə də sizə səbir diləyirik. Ümid həmişə yaşayacaq. Bizlər hər birimiz bu dünyadan ölüb gedirik, Allah yada düşürük. Amma qəhrəman şəhidlərimizi hər zaman anılacaq. Gələcək gələn nəsillər həmişə onları yada salacaq. Hər birinin ruhun şad olunacaq. Hər biri haqqında şeirlər yazılır, kitablar yazılır, bulaqlar salınır, abidələr qoyulur. İnşallah Ümidin də adına bir məktəb adı olar. Ruhu şad olsun, məkanı cənnət olsun. Bugün istədik ki, Azərbaycan Respublikası şəhid ailələri, əlilləri və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin Cəbrayıl rayon şöbəsi olaraq sizin yanınızda olaq. Siz də bizim birliyimizdəsiniz. Allah ruhun şad eləsin, məkanı cənnət olsun. Həmişə sizin yanınızdayıq, siz tək deyilsiniz. Biz həmişə sizin yanınızdayıq. Ruhu şad, məkanı cənnət, məqamı uca olsun. Biz fəxr edirik. Fəxr edirik ki, bizim vətənimizin, xalqımızın belə dəyərli qəhrəman oğlu olub. Sizlə fəxr edirik. Sizin də qarşınızda baş əyirik ki, vətənimiz üçün, xalqımız üçün belə bir vətənpərvər övlad böyütmüsünüz. Fəxr edirik. Ruhu şad olsun. Buyurun Səməd. Allah'ın salamı olsun şəhidlərimizə. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Artıq biz neçə ildir ki, bu ocaqdayıq, bu məkandayıq. Yolumuz uzaq olsa da, ürəyimiz yaxındır. Bacımızla, anamızla həmişə. O yol uzaqlığı bizə heç bir fayda verməz. Yəni, şəhidlərimiz üçün biz də canımızı verməyə hazırıq. Şəhid anaların, qardaşların, bacıların qarşısında baş əyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah səbir dözüm versin. Ümid hər zaman qəlbimizdə, ürəyimizdə yaşayacaq və gələcək nəsillərə biz onları hamısını paylaşımımızda, yazıda təbliğ edirik ki, məktəblərdə hara gediriksə çəkirik, paylaşırıq, deyirik, təbliğ edirik ki, qoy bütün şəhidlərimiz yaşasın, gənclərimiz yaşasınlar, tanısınlar. Hər yerdə hər kəs deməlidir, yada salmalıdır, anmalıdır ki, o şəhidlər bizim üçün şəhid olur. Bugün biz bir aradayıqsa, rahat yaşayırıqsa, ümidlərimizin, mübarizlərimizin, poladlarımızın, fəridlərimizin hesabına biz yaşayırıq. Allah bu günü bizə onlar nəsib eləyib, vallahi, yəni rahatçılıq, qəhrəman şəhidlərimiz ümid bilirdi ki, o qəhrəmancasına şəhid olacaq. Yaralandı, geri çəkilmədi. O istəsə geri çəkilərdi, ancaq çəkilmədi. Onun vətən sevgisi, ana sevgisi bir torpağa atıldı həvəsinə. Öz bölgəsi yeri olmasa belə, adam oraları çox sevdi. Ona görə də o yaralansa belə geri çəkilmədi. Qəhrəmancasına şəhid oldu. Şəhid anaları həmişə fəxrlə, qürurla deməlidir ki, mən şəhid anasıyam. Bəli, sizin başınız ucadır. Allah sizə səbir dözüm versin. Allah sənə ömür, can sağlığı versin. Qohum əqrəbiyə, gələnlərə, Allah hamısına kömək olsun ki, Amin. Belə bir gündə Məfrananı yada salıblar. Tək qoymurlar dərdimizə, sərimizə, anamıza şərik oldular. Allah hər birindən razı olsun. Biz bir ailə kimi, yəni artıq neçə ildir ki, biz bir ailə kimi, sən Mənim dəyərli qardaşımsınız. Bir bacı kimi, ana kimi biz bu qapını açmışıq. Bizim də ocaqdır, bizim deyil, sizin ocaq. Bizim üçün fərqi yox. Şəhidin bölgəsi olmur. Kim haralıdır, harada şəhid olur. Rayonlardan fərqi yoxdur, yəni şəhidin bölgəsi yox. Şəhid elə hər zaman şəhid. Məkanları cənnət olsun. Allah rəhmət eləsin bütün şəhid qardaşlarım. Əvvəla sizə xoş gəldi deyirəm. Başda mənim dəyərli qardaşım Səməd müəllim, Ana xanım, xoş gəlmisiniz. Allah sizə can sağ versin ki, belə ağır gündə ananı yolun uzaqlığına baxmayaraq
Cəbrayıldan durub gəlib ananı yadlamışsınız. Borcumuz. Şəhidlərimizin ruhu həmişə daima sizinlə olsun. Mən də bir şəhid anası olaraq deyirəm ki, mən ümidimlə fəxr edirəm. Ümid uşaqlıqdan elə vətən üçün, millət üçün həmişə can atan oğul olub. Nə deyə bilərəm? Onu deyirəm ki, bütün elədiklərim ümidimlə xoş-xoş halal olsun. Ümid özünə ümid yəni Özün sevdirir. özünü Özün sevdirir millət çox vətənimizə. sevdirir. Qəhrəmanlığıyla. Qəhrəmanlığına, mərdliyinə, igidliyinə, Mədəniyyəti ilə, mədəniyyəti ilə. Mən kənddə dünənlərə hamı. uşaqlarda Heç deyirəm kim ki, narazı ola ay bilmir. oğlan, ay balalarım, bu ümid az yaşına baxmayaraq özünə nə qədər hörmət qazanır. Zəhmətlə, Özünə nə əziyyətlə qədər- böyüyür, yekəlib. Deyir ki, onu o kadar saf idi deyir, o kadar ürəyi təmiz idi deyir. Biz hər oturanda deyir, biz onu yaddan çıxarta bilmirik. Hər heç nədən mənim ehtiyacım yoxdur. Ancaq dünənki gündə maşınım dal yerə dəyir. Deyirəm, mən bunları neynirəm ki? Deyirlər ki, ana, biz bunları sənə görə gətiririk ki, Ümid həmişə deyirdi ki, mənim anam doyunca geyinməyib, doyunca yeməyib, doyunca içməyib. Bizi can da verəndə bizə üzümüzə baxıb dedi ki, anam sizə amanət. Biz son nəfəsimizə kimi anam sizə borcluyuq. Biz səni həmişə, nə vaxt, nə zaman, hər kəlməndə başımı üstündəyim. Ümid deyir, canlara dəyən oğul idi. İstəyirdim deyir, mən keçim qabağa. Bir əlində deyir məni, ya tələdə ki, yox, sənin 2 balon var. Mənim bir anam var. Mənim anam sizə amanət. Səni balalarıma mən baxa bilmərəm. Bu yaralı deyir. Döyüşə yerdi. Yaralı deyir. O döyüşdə vuruşdu. Ancaq deyir, yenə də son nəfəsində ana deyirdi. Ana deyib bir gözləri yumdu. Mən ondan fəxr edirəm. Vallahi biz şəhid anaların, Səməd müəllim, heç nədən ehtiyacımız yoxdur. Bilirəm, şəhid Tövbə, analarının heç nə olmayacağı yox. Ancaq Sadəcə onun bir qapısını döyən siz olsun. bura girmişsiniz. Ya da salan Bilirəm, olsun, o bəlkə bəs eləyir. Bu dünyanı mənə veriblər. Bu geceki gecede ben göz yumabilmedim. Dünenki gecede ben göz yumabilmedim. Dedim belki yalan olar. Belki balam ne varsa çıkar, ne varsa desin ya. Ben elimi kırkazadım basıp çıkartırdılar. Tövbe yedim, benim hiç neden ihtiyacım yoktu. Bugünkü günde ancak benim sadece bir tane boş teselliden ihtiyacım var ki kapımı açıp içeri girmişsiniz. Bu kapı benim değil kardeşim. Yurdana Hanım gelenindi. Ümidimin arzusuydu ki vay bizim de böyle şeraitimiz olsun. Dostlarım gelende otursun, dursun. Sevinsin ki bizim de yani şeraitimiz var. Ben ümidime halal olsun deyirəm Ümid. Ben senden fəxr edirəm ki dünyaya bana igid, mərd, oğul dünyaya getirmişəm. Her yerde başım uca, sözüm kəsərlidir. Ancak yeni de ne kadar da başım ucu olsun, o kadar da ağırdı, çok ağırdı. Her bir anı için bana bala itilmek çok ağırdı. Bir de Allah'tan arzu budur ki Allah bir daha bu dünyamıza peşmançılık vermesin. Amin. Hiçbir ana bala dağı çekmesin. Hiçbir ana bala sesi, şehit sesi şehitliğine kısmet olmasın. Şehitlik ona nasip olmasın. Ya Allah düz de hiçbir oğla şehitlik nasip olmaz. Ümidimin arzusuydu ki ben şehit olmak istiyorum. Dünen gece sesinde de ses yazmasını görmüyorum. Diyeyim ben İmam Hüseyin konağı olmak istiyorum. Ne diyeyim? Allah'tan bir tane sabır istiyorum. Ümidimi yaşatın. O yeni şehit olan deyip ben şehit olurum ki anam yaşasın. Ancak deyip ki neci yaşasın bilmir. Ben yine deyirəm benim dünyadan hiç neden ihtiyacım yok. Ülen günüm içinde ümit gün boyu bağlayıp belki ben ülenden sonra da nəslimə bəsli. Ancak yine bir tane boş təsəlliyə ihtiyacım var. Fəxrliyirəm balamla ki ümit mən üçün günləri qoyub. Bu günleri bana Allah nəsibləyib. Heç neden yeni deyirəm ihtiyacım yoktu. Bir tane ümidimden ihtiyacım var. Bir tane ümidimin sesini eşitmek istedim. 3 yılda ümidimin sesini eşitmirəm. Bir tane onun sesine ihtiyacım var. Yanır ciğerlerim.
Ancak ümidim için. Sağ olun. Allah sizi var versin. Allah size can sağ versin. Dünya durdukça siz de durun. Hem işe anaya dayak olun. Sizden hiç ne istemiyorum. Ama sizlere var olun. Allah size de şifa versin. Gazilerimize de Allah şifa versin. Hastalarımıza da Allah kömek olsun. Kalanlara da Allah can sağ versin. Allah hamımıza kömek olsun ki bugünkü günde beni tek koyma. Borcumuzdur. Allah Bizim kömeğimizden Bizim olsun. borcumuz. Bizim borcumuzdur. Ümid torpaqlarımızın azadlığı uğrunda öz canı, qanın qurban verdi. Belə necə özü getdi də. Yəni onu heç kim məcbur eləmədi. Yok. Özü gelip. Bizim də borcumuzdur ki, həmişə Könüllü olarak siz onun Allah bizə bilir. əmanətisiniz. Bizim də borcumuzdur həmişə sizin yanınızda olan. Sağ olsun, var olsun. Allah var nəsə sizi. Daima var olun. Dürdana Hanım daima var olun. Mənim değerli kardeşim Səməd müəllim həmişə var olun. Allah köməyinizdə dursun. Ne diyeyim? Hiç ne diye bilmiyorum. Allah sabır versin. Allah rahmet eylesin. Allah prezidentimizde varlasın. Allah size de can sağ versin. Allah ordumuzu korusun. Ordumuzu Allah canı korusun. bağlı başkomandanımızı Cema- korusun. Allah size can Bir de sağ piskin versin. göstermesin. Allah ordumuzu, Amin. əsgərlərimizi qorusun. Amin. Ali Baş Komandanımızı qorusun. Amin. Allah bir daha vətənimizə, xalqımıza belə gün pis gün Amin. göstərməsin. Amin. Bundan Amin. sonra vətənimiz, xalqımız əmin-amanlıq içində olsun. Allah heç bir ananı, heç bir valideyni, atanı övlad dağı göstərməsin, övladı ilə imtahan eləməsin. Amin.